Biz hamımız Azərbaycanda yaşayan qadınlarda, kişilərdə kəlağayın nə olduğu bir şey də hamıya bəllidir. Burada heç bir təəccüblü bir şey yoxdur. Anadan gələndən qız uşağımı, oğlan uşağımı, yanında olan qadınları mütləq baş örtüyündə görür. Baş örtüyünün də adı kəlağayıdır bizdə. Ən işlənmiş, ən yer tutmuş və hər bir kəsə bəlli olan məsələ kəlağayıdır. Əşya kəlağayıdır. Və o ilə bağlı nə sirlər ola bilərmi? Nə məsələlər qaldırıla bilərmi? Bu o qədər adi bir şeydir ki, bu barədə bəlkə də danışmaq lazım deyil. Məks bu işlə məşğul olanda o kəlağayının o sir tərəfi, sirli tərəfləri açılır. Və bu sirlər nədən ibarətdir? Bir sahə vardır ki, Azərbaycan bu sahədə məşhurlaşmışdır və bu sahə ipəkçiligidir. Və Azərbaycana gəlir gətirən, Azərbaycana şöhrət gətirən, Azərbaycanı müəyyən qədər dünyaya tanıdan ipəkçilik olmuşdur. Şirvanın ipəyi, Gəncənin ipəyi, Şəkinin ipəyi, Qarabağın ipəyi, Ordubadın ipəyi, bunlar hamısı o adlarla dünyada məşhurlaşmışdır və Azərbaycanı bu adla tanıyırdılar. Burada yaxında, lap yaxınımızda olan Rusiyanın İvan Grozny çarının Şirvanşah tərəfindən oradan bağışlanmış əlcəkləri vardı. İpəkdən toxunmuş əlcəkləridir. Onun üzərində hər onun bir nöqtəsində bir mirvarı vardır. Və o əlcəkləri o şah yalnız hansısa böyük bayramlarda taxırdır və onun adı tarixdə də qalıb. Və bu yeganə bir misal deyil, belə misallar çoxdur. Bu bizim kəlağayıdır və bu kəlağayının adı 7 rəngdir. Bu kəlağayı, bağışlayın, bu kəlağayı kiçik balaca şəhərcik Baskalda, İsmayılı rayonunun Baskal kiçik şəhərciyində istehsal olunub. Görürsünüz, çox rəngarəngdir, çox naxışlıdır, çox müəyyən qədər böyük bir onun bəlkə də mübahisəli məsələləri var. Amma burada bir şey var ki, bu adi naxışlı bir baş örtüyü deyil. Bu naxışların düzümü, bu naxışların müəyyən qədər sistemi, deyək belə, o daimadır. Bu sistemi işlədəndə mütləq bu sistemə riayət etməlidir kim ki bu ilə işləyir. Və çox maraqlısı odur ki, bunu işləyəndə burada böyük bir məna müəyyən olunur. Və böyük bu məna ondan ibarətdir ki, bunu demək olar ki, kainatın və dünyanın quruluşu kimi bunu təsvir edirlər. Və bu quruluşu, bunun izahatını o yerli əhali, bəzən heç təhsili də olmayan, qısa bir müddətdə məktəbdə oxuyanlardır, kənd yeridir, bəzən məktəbdə elə bunu belə deyirlər. Deyir ki, insanın həyatı çox mürəkkəbdir və çox qorxulu əhatə içərisində aparılır və ən yaxşı onu qoruyan dağlardır. Bax, bu həşya adlanan böyük həşya dağ kimi qəbul olunur. Dağların arxasında insanlar sakit yaşaya bilərlər və onların həyatında müəyyən problemlər ola bilər və burada qeyd olunan, biz buna buta deyirik, amma profesional bunun adı şax butasıdır. Bax, bu şaxlar hər bir insanı təsvir edir, elə bil, onun rəmzidir. İnsanın həyatı qısadır, insan çox yaşaya bilməz, o gec-tez gəlib, hansı bir həddə çatır və burada mədaxillə qeyd olunan bu hissə insan həyatının qutaracağını təsvir edir. Amma insan həyatının fiziki qutaracağı heç də onun bir ruhi baxımından qutaracağı deyil. Əsas həyat sonradan başlayır. Bu həyat buradadır. Bu yer göbək adlanır və bu göbək kainatın mərkəzidir. Bütün burada həyat, bu həyat, burada qurulan həyat çox rəngarəngdir. Bu həyatdan da rəngarəngdir. Bu həyatdan da mürəkkəbdir. Və burada siz görəcəksiniz, burada müəyyən bir şəkillərdə quşlar olur, balıqlar olur, müəyyən bir güllər olur. Bir müxtəlif cürbəcür hansısa bir elementlər var ki, o həyatın rəngliyini təsvir etmək üçündür.
bütün bu istiqamət gəlir bu mərkəzə çatmalıdır və bu mərkəz o kainatın axırıncı mərkəzi demək olar ki, faktiki olaraq insan həyatının, ruhi həyatının əsas strukturunu təşkil eləyir. Amma bir şey də var ki, biz bunu İnsanın həyatı vəbşi dünyada elədir ki, dünyada hər şey ikilidir. Dixotomiya sistemi var. Və bu dixotomiya sistemində biz görürük ki, kişi var və qadın var və bunu bükəndə ustalar. Məqs bunu bükərək bunu deyirlər. Ona görə kəlağayını bükəndə onun da qaydası var. Bunu belə bükürlər, iki bölürlər. Adını konkret deyil, amma məna belədir. Kişi və qadındır. Həyat və ölümdür. Şər və xeyirdir. Şər və xeyrin məhəbbət və nifrətdir. Və s. hamısını iki bölüb, bunları iki bölüb, axırıb, gətirib çıxardanda bir sistem kimi bu adlanan, bu sistemin adı da bu kitabdır. Bunu siz hər bir kəlağayçı ilə danışsaz, onlar soruşanda deyəndə ki, siz onlardan soruşanda ki, bunu necə bükmüsünüz, ya da öz aralarında da danışanda deyir ki, kitab. Bu kitab formasında bükülmüş kəlağayıdır. Bunun fəlsəfi mənası da ondan ibarətdir ki, məhz həyatın axırında bizim el arasında da söz var ki, deyir, onun kitabı bağlandı. Yəni ki, onun həyatı sona gəldi, çatdı. Və bu kitabdır və sona çatan kitab faktiki olaraq insan həyatının sonuna gəlib çatır. Kəlağayı Azərbaycan aləmində, Azərbaycan cəmiyyətinin hər bir yerinə nüfuz edib, hər bir elementinə nüfuz edib. Və biz kəlağayını balaca qızın başında da görürük. Biz kəlağayını gəlinin başına örtürük və məqs qırmızı kəlağayı olmalıdır, ağ olmamalıdır, o qırmızı olmalıdır. Biz kəlağayları bəyin çiyninə deyirlər, bəyin tərifi var o rayon, bəzi rayonlarda bu çox inkişaf vermiş bir dəvdir. Kişi diyanı bəy diyanır və qız tərəfindən bəyin tərifi adlanan bir proses var. O bəyin çiyninə kəlağayları ataraq, hər bir kəlağayın çəkisi 125 qramdır, amma o çiyninə atdıqda bir də görürsən ki, 50 dənə, 100 dənə qonaq gəlir, o çiyninə atır və o kəlağayın altında bəy görürsünüz ki, onun çiyini əyilir. Bunun da bir mənası, fəlsəfi mənası ondan ibarətdir ki, yüngüllüyə baxmayaraq, o kişi öz üzərinə elə bir məsuliyyət götürür ki, o bəlkə də onu əyə bilsin və burada dik durmaq, onun qadının arxasında durmaq, yaxud da bir yerdə bu yolu getmək, yəqin ki, elə bunun ifadəsidir. Bundan da başqa, biz görürük ki, çox bir rayonlarda fətrin üstünə kəlağayı naxışlarını qəlibdən salırlar. Biz Baskal şəhərində kimsə sizdən olsa, mütləq orada o qəbirstanlığı gedin və orada baxın. Qəbirlərin üstündə naxışlar qəlibdəndir. O qəlib naxışlarıdır, o butadır, o göbəkdir, o hər bir naxışın öz adı var və bu naxışlarla biz görürük ki, onu da bəzəyirlər. Bütün məsələlərdə bu naxışlardan ibarət və kəlağayıdan istifadə olunur. Və indiki vaxtda biz bilirik ki, biz deyirik ki, tolerantlıqdır və bəzən deyirlər ki, xarici aləmə biz gəlib çıxanda, biz bunu deyəndə deyirlər ki, deklarasiya formasındadır, hər bir kəs deyə biləcək. Amma Azərbaycanda böyük bir ənənə var. Adətən belə dünya qurulub, bu patriarxal bir dünyadır. Bu vaxta gəlib çıxıb, indi sonradan nə olacaq baxa görə. Amma patriarxal dünyada qadınların müəyyən qədər qadınlara bir kömək olmaqla, qadınları müəyyən qədər müdafiə etmək bəlkə də mənasında kişilər mütləq öz aralarında vuruşurlar. Öz aralarında da vuruşanda mütləq qadınlar nəsə bunların fikrində qalır. Amma qadınların da kənarda çəkilib buna elə-belə müşahidə etmək bunlara düşmür belə. Yəni ki, qadınlar bu prosesdə də iştirak edir və onların iştirakı ondan ibarətdir ki, vuruşan kişilərin o vuruşmaya son qoymaq üçün qadınlar başından o kəlağayını onların arasına atmaqla mütləq o vuruşmanın, o savaşın, o böyük bir bəlkə də faciənin qarşısını almaq
ona qadirdirlər qadınlar. Və bu da mənə elə gəlir ki, və yəqin ki, bunun üzərində hələ tədqiqatlar aparılmalıdır və bu məsələlərdir ki, indi açıqlanıb. Mənə elə gəlir ki, biz bunu tədqiq eləsək, biz bunu bir sistemə gətirib çevirsək, naxışların özlərinin o sistemin təhlilini aparsaq, yəqin ki, biz çox böyük məsələləri açıqlaya bilərik və bununla belə Azərbaycanın Kəlağayı aləmində olan bütün məsələləri dünyaya tanıtmaqla öz xalqımızı, özümüzü, hər birimizi və ümumiyyətlə bizim cəmiyyətimizi o ən yüksək səviyyədə, ən yüksək şəxsi keyfiyyətlərin olmasında inandıra yəqin ki, bilərik.